Ümumiyyətlə tək İtaliyada yox, hər hansısa bir ölkədə əgər full təqaüd qazanırsınızsa, bu zaman sizin hər hansısa bir viza təsdiqi üçün ailə gəliri və yaxud da hansısa bir bankda hesab göstərməyinizə ehtiyac yoxdur. Hansı təqdirdə yoxdur? Əgər həmin təqaüd sonra getməmişdən öncə sizə veriləcəksə və yaxud da sıranda ehtiyac qalmır. Amma məsələn ola bilər ki, həmin təqaüd sizə verilməyib, hələ məsələn 2 ay sonra veriləcək. Bu zaman o 2 ayda yaşayacağınız xərclərinizi qarşılaya biləcək potensialda olduğunuzu göstərmək üçün təbii ki, bank hesabınızda pul göstərməlisiniz. Valideynlərin ümumiyyətlə gəliri ilə bağlı məlumat göstərmək məsələsinə gəldikdə isə İtaliya üçün need-based təqaüdlər var. Ola bilsin ki, bunu nəzərdə tutursunuz, amma 1000 plus qeyd etmişsiniz və viza təsdiqi qeyd etdiyiniz üçün əmin deyiləm. Amma İtaliyada need-based təqaüdlərdə ailə gəliri müəyyən məbləğdən və ümumiyyətlə üzərinə olan əmlak və sair kimi məsələlər müəyyən məbləğdən aşağı olmalıdır ki, onlar sizə təqaüd ayırsınlar. Adətən təqaüdü təhsil almaq istəyən şəxslərin əksəriyyətində də onsuz bu aşağı olur, yəni həmin tələbi qarşılamış olur.